İlham Əliyev ən çox qorxduğu müxalif qüvvələri Ramiz Mehdiyeviç ilə qurama yollarla, uydurma yollarla əlaqələndirib həbs etməyə çalışır. Və özünü İlham Əliyev daha da gülünc bir vəziyyətə salır. İlham Əliyev əgər Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrini dərhal azad etməsə, nəinki azad etmək, hətta ondan üzr belə istəməsə, artıq o öz fərmanını, hakimiyyətdən devrilmə fərmanını vermiş olacaqdır. Çünki bütün Azərbaycan xalqı artıq boğaza yığılıbdır. İlham Əliyev hakimiyyətini devirmək üçün bütün Azərbaycan xalqı bir himəbənddir.